Salam əziz izləyicilər, kanalımızda əvvəlki videolardan birində ABB tətbiqi vasitəsilə müştəri kodunu necə əldə edəcəyinizi göstərmişdik. Lakin bank tətbiqində davamlı yenilənmələr olduğu üçün ABB tətbiqinin yeni dizaynında bu prosesdə kiçik dəyişikliklər baş verib. Həm də izləyicilərimizdən biri ABB tətbiqindən diff kodunu necə əldə etmək mümkün olduğunu soruşmuşdu. Bugün biz yenilənmiş tətbiqdə müştəri kodunuzu, yəni diff kodunuzu necə tapacağınızı addım-addım izah edəcəyik. Kod kredit ödənişlərində, terminallardan karta pul vuranda və digər bank əməliyyatlarında çox vacibdir. Əvvəlcə qısaca qeyd edək ki, müştəri kodu nə üçün bu qədər əhəmiyyətlidir? Müştəri kodu həm də diff kod adlanır. Bu sizin bankda olan daimi və dəyişməz identifikasiya nömrənizdir. Bu nömrə banka sizin kim olduğunuzu sürətlə müəyyənləşdirməyə kömək edir. Xüsusən də bankla əlaqə saxlayanda və ya bəzi xüsusi bank əməliyyatlarına, məsələn, kredit ödənişləri və ya hesaba köçürmələr aparanda bu kod tələb olunur. İndi isə keçək əsas məsələyə. ABB tətbiqində yeni qayda ilə kodu tapmağa. Əvvəlcə ABB tətbiqinə daxil olun. Ekranın aşağı sağ küncündə yerləşən daha çox sözünün üzərinə klik edin. Açılan növbəti pəncərədə daha öncə göstərdiyim videodakı gedişatdan fərqli olaraq profil və parametrlər hissəsini görəcəksiniz. Burada isə ad, soyad, QR və şəxsi məlumatların başlığına daxil olun. Nəhayət açılan yeni pəncərədə ad və soyadınızın dərhal altında sizin bankda olan müştəri nömrəniz, yəni diff kodunuz görünəcək. Bu kodu istənilən vacib əməliyyat üçün istifadə edə bilərsiniz. Bu səhifədə bir qədər aşağıda həmçinin qeydiyyat nömrənizi və e-mailinizi dəyişdirmək, eləcə də şəxsi məlumatlarınıza nəzər yetirmək imkanınız var. Əgər siz telefon nömrənizi dəyişmək istəyirsinizsə, bununla bağlı əvvəlki video təlimatımız mövcuddur. Həmin videonun linkini ekranın sağ küncündəki i butonunda yerləşdirmişəm. Baxıb tanış ola bilərsiniz. Daha bir videonun sonuna gəldik. ABB tətbiqindəki yenilənmiş interfeysdə müştəri kodunuzu necə tapacağınızı öyrəndiniz. İzlədiyiniz üçün təşəkkürlər. Əgər video sizə faydalı oldusa, bəyənməyi və kanala abunə olmağı unutmayın ki, növbəti videolarımızı qaçırmayasınız. Növbəti videolarda görüşənədək sağ olun.